İmam Hüseyin məddisinə gedənlərdən narahat olanlar, İmam Hüseyin üçün ağlayanlardan, sinə vuran üçün narahat olanlar, Kərbalaya gedənlər üçün narahat olanlar, namaz qılan dindar Hacı Kərbalay Məşədini gecə gündüz pisləyənlər sizə bir sual verdi. Siz doğrudan əgər narahatsızsa, nə üçün bizim cavanlarımızın arasında gündən günə artan narkomaniya üçün narahat deyil? Bunlar bu işlə məşğuldur. Orta məktəblərimizdə vəziyyət yaxşı deyil. Baxın da qardaş, özümdən deyirəm. Nə üçün Azərbaycanda gündən günə artan ailələrin dağılması, boşanmadan narahat deyilsiniz? Mən sizə bir məlumat verim. Son 1-2 həftənin məlumatıdır. Sizcə Azərbaycanda bu ilin 4 ayı ərzində boşanma nə qədər ola bilər? 1000 bəsdir, 2000 bəsdir, 5000 bəsdir. Rəsmi məlumat deyir ki, bu ilin ilk 4 ayında 6443 boşanma qeydə alınır. Hara gedirik biz? Ailələr dağılır, cavanlarımız məhv olur, narkotika bir yandan. Amma görün Azərbaycanda nəyi test çıxardırlar mediada? Avtobus sürücüsü avtobusda mərsiyə qoyduğunu öyrə, şok olay, saxlanıldı. Sürücünü niyə saxlayıblar? Mərsiyə qoyulmuş. Biz bunları görə-görə... Çox təəssüflə bu videonu paylaşıram. Dostlar, mömin qardaşlarım, İmam Hüseyin əzadarları məndən bu gecə və sabah Aşura günü ki, bugün Tasuadır, hansı məscidlərdə, hansı məclislərdə oxuyacağımı soruşurlar, amma mənim heç kimə verəcəyim bir cavab yoxdur. Çünki dini qurumlar, komitə yasaq qoyur mənim məscidlərdə oxumağıma. Səbəbi nədir? Hansı qanunu pozmuşam? Bu il Allah nəsib eləyib, öz ölkəmdəyəm, Azərbaycandayam və mən də bir xidmətçi olaraq gecə-gündüz insanların içindəyəm, bu xalqımın içindəyəm, əziz xalqımın, İmam Hüseyni sevən xalqımın, şəhid ailələrinin mən də əziziyəm, çünki onların övladlarını hər məclisdə yad eləyirəm. Səbəb nədir? Hansı səbəbə görə komitə mənə qadağa qoyur, yasaq qoyur və mən bir Əhl-i Beyt məddahı olaraq bu gecəni, sabahı, bu əsas günləri mən oturub evimdə qalmalıyam. Səbəb nədir? Neyniyim, dərdimi kimə deyim? Mən